Salam. Bugün yaxşılıq haqqında danışacağım. Yaxşılıq etmək, kömək göstərmək, imkansıza əl tutmaq yüksək mənəvi keyfiyyətlərdir. Lakin yaxşılığı da edəndə müəyyən bir düşüncə ilə, müəyyən bir mühakimə yürüdərək bunu həyata keçirmək lazımdır. Bir var ki, sən həqiqi ehtiyacı olan bir adama yaxşılıq edirsən, bu yaxşı haldır. Bu həqiqətən də təqdirə layiqdir və yaxşı əməl sayıla bilər. Bir də var ki, sən manipulyatora yaxşılıq edirsən. Manipulyator kimdir? Manipulyator başqalarının hesabına müəyyən rola girərək, əzabkeş roluna girərək, çətin vəziyyətdə olan adam roluna girərək, xeyirxah adamın xeyirxahlığından, humanistliyindən sui-istifadə edərək, onun imkanlarından, onun yardımından bəhrələnən adamlardır. Bunlar əslində xüsusi köməyə ehtiyacları yoxdur. Bunlar sadəcə olaraq bu onların həyat tərsidir ki, müəyyən rollara, qiyafələrə girməklə xeyirxah adamların, alicənab adamların bu müsbət hisslərindən istifadə edərək onları aldadırlar və bu adamlar insanı öz qarşılarında, özləri qarşısında insani keyfiyyətlərini, öz hörmətlərini öz qarşısında itirməmək üçün, insanlıqlarını rədd etməmək üçün, qəbul etmək üçün, özlərini insan kimi qəbul etmələri üçün belə adamlara yaxşılıq edirlər. Əslində isə belə adamlar manipulyatorlardır. Manipulyator yəni ki, hiylə işlədən adam, yəni ki, yalandan müəyyən qiyafəyə girmiş adam, müəyyən rola girmiş adam. Onlar bugün bu roldadılar, sabah bir başqa rola girirlər və yaxşılıq edən adamlar adətən xeyirxah adam olurlar. Və bəzən belə manipulyatorların, hiləgər adamların toruna düşərək onlardan istifadə olunur. Odur ki, mən video çıxışımda bildirmək istirdim ki, xeyirxah olmaq yaxşıdır, alicənab olmaq yaxşıdır, insani keyfiyyətlərə malik olmaq yaxşıdır. Amma manipulyatorları tanımaq da vacibdir. İnsanlıq edəndə həqiqi köməyə ehtiyacı olan adamlara hörmət etmək, kömək etmək bu savabdır və alicənablıq sayılır. Amma manipulyatorlara kömək etməksə, bu özün qurban roluna düşürsən, səndən istifadə etmiş olurlar. Bu artıq sadəlövhlükdür. Yaxşı olar ki, yaxşılıq eləmək istəyəndə, kömək eləmək istəyəndə qarşınızdakı adama bir diqqət yetirin. Görün bu manipulyatordur, yoxsa hiləgərdir, yoxsa həqiqətən də səmimi və köməyə ehtiyacı olan bir adamdır. Bugünkü çıxışımda sizin nəzərinizə bunu çatdırmaq istəyirdim. Güman edirəm ki, mənim bu çıxışım sizin köməyinizə gələ bilər. Sağ olun, gələn görüşlərə dək.